Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. Qarabağ Dirçəliş Fonduna ianə olunub. 22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki Hacı Səfəralı məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondisionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, ambar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb. Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron Xız Regional Bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt Cümə məscidinin axundu, Abşeron, Sumqayıt Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib. Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib. İftar süfrəsində ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazisi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əminamanlığı və firavanlığı üçün dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər. Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı milli mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib, bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar. Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə Novxanı kənd sakini Məmmədov Tariel Hafizoğlu. Özünüz görürsünüz necə bu məscidin inzibati ərazisində yas mərasimi tikiblər. Allah bunu tikdirənin canını sağ eləsin. Allah ömrünü uzun eləsin. Ölənlərin Allah rəhmət eləsin. Bu mərasim evi Novxanda yoxudur. İndi hal-hazırda həm də eyni zamanda məscidin ətrafını da remont eləyiblər, təmir eləyiblər. Allah köməkləri olsun, Allah razı olsun. Mən Zülfüqarov Nahid Rüzgaroğlu özüm haqqında qısaca məlumat vermək istəyirəm ki, mən bu məscidi tikdirən Hacı Səfəralı kişinin nəticəsiyəm. Allah ruhlarını şad eləsin, cəmiyyən dünyadan köçənlərimizin. Mən bu günləri bu mərasim evinin açılışında dəvət aldım, iştirak elədim. Çox sevindim, təşəkkürümü bildirirəm. Cəmil müəllimgilə böyük təşəkkürümü bildirirəm ki, bu gözəl ənənəni davam elətdiriblər. Bu xeyir əməli davam elətdiriblər. Bu qiyamətin gününə qədər bu mərasim evində nə qədər ki, buradan xidmət olunacaq, istifadə edəcəklər, bunun savabı onlara gedəcək. Allah razı olsun, təşəkkür edirəm və bütün ailəmiz adından, nəslimiz adından Hacı Cəlil müəllimgilə öz təşəkkürümü bildirirəm. Var olun, təşəkkür edirəm. Novxanı kənd sakini Əlizadə Namiq Nadiroğlu. Bugün biz üçün iki tərəfli bayramdır. Həm müqəddəs Novruz bayramıdır, həm orucluq bayramıdır, həm də bizim bu kəndimizə böyük bir hədiyyə olub. Bizim üçün bu çox sevincli, gərəkli bir haldır. Çox əziyyət çəkirdik, yerimiz daraskal idi. Allah Taala cəmi xeyriyyətçi insanlara can sağlığı versin, mallarına, canlarına bərəkət versin. Çox şad olduq. İftar süfrəsində iştirak elədik. Mən də fürsətdən istifadə edib bunu təşkil edən, burada zəhmət çəkən həm kənd axundumuz, həm də Hacı Cəlil müəllimin bizim böyük əməyi var burada. Allah hamısının canını sağ eləsin, mallarına, canlarına bərəkət versin. Çox razıyıq. Əziyyətimiz çox idi, çətinlik çəkirdik. İftar süfrəsi verildi bizə. Kəndin hər təbəqəsindən burada insanlar iştirak elədi. Hamımız bir aramızdan ona Allah can sağlığı versin deyirik. Allah köməyimiz olsun. Mən Ağayev Nuhbala, bu kəndin sakini. Deməli, bizim bu günləri sevincimizin həddi hüdudu yoxdur. Düz 30 il bundan qabaq Cəlil müəllim
bir mərasim zalı tikdirmişdi. Təxminən 80-100 nəfərlik. Bir 10 il keçdi, o bizə bəs eləyirdi. 10 ildən sonra növbəti bir mərasim zalı tikildi, təxminən 250 nəfərlik. Bu günləri hamımızın gördüyü kimi gözəl bir mərasim zalı tikilib ərsəyə gəlib. Bu mərasim zalının tikilməyində Cəlil müəllimin tam onun göstərişi ilə olub, onun sərmayəsi ilə olub. Ona görə biz Cəlil müəllimin ölənlərinə, atasına, anasına rəhmət diləyirik. Özünə, qardaşlarına, ailəsinə Allah Taala can sağlığı versin. Bu gözəl işdə, xeyirxah işdə ona uğurlar, can sağlığı arzulayırıq. Allah onun canını sağ eləsin, bizi sevindirib bu əziz gündə, Novruz bayramı ərəfəsində Allah da onu sevindirsin.